Hörmətli cənab prezident, əziz dostum, hörmətli xanımlar və cənablar, ilk növbədə cənab prezident dəvətə və qonaqpərvərliyə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Bugün sizin milli bayramınızdır, dövlətçilik bayramıdır. Buna baxmayaraq siz Azərbaycan nümayəndə heyətini qəbul edirsiniz. Biz bunu yüksək münasibətlərin təzahürü kimi qiymətləndiririk. Serbiya və Azərbaycan iki dost ölkə daim bir-birinin yanındadır. Fürsətdən istifadə edərək bir daha sizi və bütün dost Serbiya xalqını dövlətçilik günü münasibətilə təbrik etmək istəyirəm. Bu bayramın belə adlandırılması təsadüfi deyil, çünki bilirəm ki, Serbiya xalqı bütün dövrlərdə öz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərmişdir, qurbanlar vermişdir. Siz də, əziz dostum, Serbiyanın prezidenti kimi dövlətçiliyi, dövlət maraqlarını hər şeydən üstün tutursunuz. Və məhz buna görə sizin rəhbərliyiniz altında Serbiya uğurla inkişaf edir. Həm beynəlxalq müstəvidə böyük hörmət qazanmışdır. Eyni zamanda iqtisadi və sosial sahədə böyük islahatlar aparılmışdır. Və bunun nəticəsində bugün Serbiya təbii sərvətləri olmayan bir ölkə, buna baxmayaraq uğurla iqtisadi cəhətdən inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Və bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən ölkə üçün bu xüsusi amil kimi qiymətləndirilməlidir və burada mən Prezident Vučićin çox yüksək liderlik keyfiyyətlərini qeyd etmək istərdim. Bildiyiniz kimi bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var və bilirəm ki, nə qədər Prezident Vučić Serbiya xalqına, dövlətinə, dövlət maraqlarına bağlı olan insandır. Və hər bir ölkənin uğurunun arxasında məhz bu amillər dayanır və biz Serbiyanın dostları kimi əlbəttə ki, bunu yüksək qiymətləndiririk və buna görə sevinirik. Əziz dostum, bizim müzakirə etdiyimiz məsələlərə toxundu. Bunu mən təkrar etmək istəmirəm. Həqiqətən bugün Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasında bir çox məsələlər müzakirə edildi. Ondan əvvəl bizim təkbətək görüşümüzdə geniş spektr məsələlərə biz toxunduq. Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Həm siyasi, həm iqtisadi, energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirtmək və energetika və nəqliyyat sahəsində yeni yaranmış imkanlardan yararlanaraq daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır. Prezident Vučić artıq birgə inşa ediləcək elektrik stansiyasının gələcəyinə toxundu və biz Prezident qeyd etdiyi kimi qərara gəldik ki, bu məsələni nəzarət altında saxlayacağıq. Bu elektrik stansiyasının yaradılması prosesi məhz Serbiyada mövcud olan investisiya, sərmayə imkanlarına söykənir. Çünki əgər investisiya iqlimi müsbət olmasaydı, Serbiya xarici investorlar üçün o qədər də cəlb edici olmazdır. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan, Serbiya böyük həcmdə sərmayə qoymağa hazırdır. Və elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir. Xüsusilə təbii resursları olmayan ölkələr bir çox hallarda asılı vəziyyətə düşürlər.
Ona görə daxili enerji istehsalat gücünün mövcudluğu hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir və bu layihənin həyata keçirilməsində mən Prezident Vučićin xüsusi rolunu qeyd etmək istərdim. Və bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çox şaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracatına başlamışıq və bugün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək artıq təmiz elektriyin əldə olunmasına da nail olacağıq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bugün Azərbaycanın energetika sahəsində ixrac potensialı hal-hazırda 2 gigavata bərabərdir. Bu rəqəm artacaq, çünki biz indi bir çox bərpa olunan stansiyaların tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq. Biz 2032-ci ilə qədər əlavə 8 gigavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha geniş həcmli transmissiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır. Digər məsələlərə gəldikdə yenə də deyirəm, mənim dostum artıq bu barədə danışdı, çox vaxtınızı almaq istəmirəm. Mən hesab edirəm ki, mənim rəsmi səfərimin nəticələri özünü çox gözlətməyəcək. Biz yaxın gələcəkdə yenə də bir-biri ilə görüşəcəyik. Mən Prezident Vučići və Serbiya nümayəndə heyətinin üzvlərini Azərbaycana dəvət eləmişəm. Əminəm ki, biz bu il bir neçə dəfə görüşəcəyik. Həm Azərbaycanda, həm ola bilər yenə də mən Serbiyaya gəlim, çünki mən əminəm ki, Azərbaycan nümayəndə heyəti burada özlərini evindəki kimi hiss edirlər. Mən dəfələrlə Serbiyada olmuşam və Prezident Vučićin rəhbərliyi altında Serbiyada gedən inkişafı öz gözlərimlə görürəm və buna görə bir daha Serbiyalı dostlarımızı ürəkdən təbrik etmək istəyirəm və Prezident Vučićin şüarına da qoşuluram. Yaşasın Serbiya, yaşasın Azərbaycan, yaşasın Serbiya-Azərbaycan dostluğu.